təzə maraqlı bir ifadə görəndə onu sadəcə seyv eləmək kifayət deyil. Bugün sizə həmin ifadə ilə necə davranmaq lazımdır, onu göstərəcəm. Bu texnika bizə kömək eləyəcək ki, həmin ifadə daha yaxşı yadımızda qalsın və ən əsası istifadə zamanı ağlımıza gəlsin və istifadə eləyək. Tutalım gördüyüm ifadə budur. To put up with. Nəyəsə, kiməsə dözmək, qatlanmaq. Düşünürəm, nəyə daha çox dözümüm var, dözürəm və yaxud da nəyə dözümüm yoxdur? Niyə? Mən tapdım. Məsələn, mətbəxdə heç nə bişirə bilmirəm, əgər mətbəx səliqəsiz olarsa. İlk öncə mən oranı yığışdırmalıyam, ondan sonra işə başlaya bilərəm. Gəlin bunu hekayələşdirək və bunun içində to put up with ifadəsini işlədək. I can't put up with a messy kitchen because I find it really hard to cook or prepare something when everything is disorganized. That's why I tidy up the kitchen, the whole kitchen, before I start cooking. Once the counters are clean and everything is in its place, I feel much more focused and relaxed. A clean kitchen helps me to enjoy the cooking process and makes everything go much more smoothly. Bu kontekstdə mən dedim ki, mətbəxdəki o səliqəsizliyə dözümüm yoxdur və daha açıq izah elədim. Nəyə görə və təmiz mətbəx mənə necə kömək eləyir. Beləcə ifadəni real, özümə aid situasiyalarda məşq elədim. İfadəni bu cür məşq eləmək sənin danışığını daha da səlisləşdirir və sözlər öyrənirəm, amma lazım gələndə yadıma düşmür. Problemini zaman-zaman yox eləməyə başlayır. Speaking Hub-da bu cür ifadələri öyrənirik və məşq edirik. Ən yaxşı tərəfi isə odur ki, sizin danışdıqlarınız professional Neuro-Language Coach tərəfindən analiz olunur və feedback verilir. Yanvar abunəliyi üçün tələsin və birlikdə ifadələri məşq eləyək.